Plug-in hibrid dizelli avtomobil E-Class çox gözəldir salonu. Sükanı əsasən çox bəyənirəm mən bu sükanları, həm sportiv, həm klassikdir. Hyundai Tucson 2022-ci ildə avtomobil, 1.6 motor hibrid. Daha bir büdcə dostu avtomobil Opel Corsa 2007-ci il 1.3 turbo dizel motordur. Salam hörmətli izləyicilər, Nicat Taş kanalıma xoş gəlibsiniz. Mən Nicat. Bugün yenə biz maşın bazarında, Batamda və artıq yay gəldi, havalar isinir. İndi görək bazarda qiymətlər nə yerdədir və bugün istəyirəm fərqli bir konsept kimi eləyəm. Həmişə bazarın içini çəkib göstərirdim. Bugün bazarın içində olan bir avtosalonu istəyirəm çəkim göstərəm. Orada qiymətlər nədir, hansı modellər var. Bir də qeyd edeyim ki, bu video reklam xarakterli deyil. Nə var onu şəffaf şəkildə çəkib göstərəcəm sizə. Mitsubishi Mirage 2017-ci il 1.2 motor. Avtomobil kompakt avtomobildir və çox ekonom avtomobildir. Tam ətraflı göstərim sizə. Bir daha vurğulayım ki, avtomobil 2017-ci ildir. Salonu ilə sizi tanış edeyim. Qara salonu var. Multisükan. Kondisioneri var. Kompakt avtomobildir. Avtomatik sürətlər qutusu. Təkərləri yaxşı vəziyyətdədir. Kompakt büdcə dostu, ili də yeni avtomobillərdən biridir. Qiymət 14.700 manata deyilir. Digər avtomobilimiz Nissan Note-dur. Bu da 1.2 motordur. Hibrid motordur. 2018-ci ildə avtomobil qara rəngdədir. Qara salonla. Göstərim salonu sizə. Buyurun, bax. Multisükan, əlavə olaraq zolaq tanıması və digər funksiyaları var. Kondisioneri var, Android monitor, qara parça salon. Yetərincə arxa hissəsi də genişdir. Büdcə dostu avtomobillərdən biridir bu da. Nissan Note. Çox dözümlü avtomobildir. Təkərlər də yaxşı vəziyyətdədir. Buyurun, bax. Avtomobil 16.500 manata deyilir. Start qiyməti. Hyundai Elantra 2019-cu il 2 Dodge motor. Avtomobilin yürüyüşü 104.000 mildir. Amerikankadır avtomobil. Göstərim tam sizə. Baxın. Təkərləri normal vəziyyətdədir. Keçək salonu ilə də tanış olaq. Qara salondur. Parça. Funksiyaları da hamısı var, knopkalar. Kör zona, zolaq tanıma, DSC off. Avtomat sürətlər qutusu, kondisioneri var, monitoru var. Sərgəli salonu var avtomobilin. Avtomobilin arxa hissəsi. Qiymət 24.000 deyilir. Toyota Corolla 2025-ci il 0 kilometr yürüyüşlə, yəni təzə avtomobildir. 1.8 motor, hibrid. Daşlayan avtomobildir. Gövdə ilə tanış olaq, sonra salonu göstərim sizə. Yəni avtomobil 0 kilometrdə, yəni təkərləri falan hər bir şey təzədir avtomobilin. Onları deməyə ehtiyac yoxdur. Keçək salona baxaq. Avtomobilimizin salonu belədir. Dəri salon, qara rəngdə.
Bu funksiyaları. Avtomat sürətlər qutusu, böyük monitor. Yeni avtomobildir, sərgəli və dözümlü avtomobildir Toyota Corolla. Avtomobil bir daha vurğulayıram, 2025-ci il 1.8 motor hibrid. 0 kilometr yürüşdən yeni bir avtomobildir. Qiymət 31.500 manata deyilir. Bir də qeyd edeyim ki, əlaqə nömrələrini qoyacağım avtomobillər üçün. Mənim adımla yaxınlaşan şəxslərə, yəni Nicat Xaki kanalına yaxınlaşan şəxslərə endirim olunacaq. Daha bir büdcə dostu avtomobil Opel Corsa 2007-ci il 1.3 turbo dizel motordur. Opel Astra'ların üstünə gələn motorlardandır. Avtomobil dizeldir, mexanikadır, qara rəngdədir, qara salondan, parça salondan. Göstərim salonun sizə. Kondisioneri var. İşlək vəziyyətdədir. Sükan, multi sükan. Mexaniki ötürücülər qutusu. Təkərlər normal vəziyyətdədir. Belə bir avtomobildir. Bir daha vurğulayıram. 1.3 dizel motor. Turbo dizel. Mexaniki sürətləri qutusu ilə qiymət 9500 manata deyilir. Avtomobil 2007-ci ildir. Opel Corsa. Keçək Çanqan modellərinə. Çanqanın X5 Pro yeni modelləridir. 2026-cı il. Avtomobillər ikisi də eynidir, sadəcə rəngləri fərqlidir. 1.5 benzin motordur hər ikisi də indi. Baxaq salona. Ağ rəngin salonuna baxaq. Qara salonla kombinasiya olunub digər rənglərlə. Sürətlər paneli, ötürücülər qutusu. Sərgəli bir avtomobildir. Panoramik lyuk, qara tavan. Yeni bir avtomobildir, yeni modeldir, X5 Pro'lar. Arxa hissəsini göstərim avtomobilin sizə. Belədir. Arxa hissəsi isə belədir, buyurun. Avtomobilin üstü. Bu isə digər rəngidir. Tam olaraq eyni modellərdir, sadəcə gövdə rəngləri fərqlidir. Buyurun, tam baxın ətraflı funksiyalarına. Bu da panoramiklik. Qiymət 27.000 manat deyilir. X5 Pro 2026-cı il avtomobillər 1.5 benzin motorlardır. Hyundai Sonata 2019-cu il 2 Dodge motor sadə, turbo motor deyil. 135.000 kilometri var avtomobilin yürüyüşü. Belə bir səliqəli rəngi var. Təkərləri yaxşı vəziyyətdədir. Hissəsi belədir. Panoramik lyuk. Salonu isə belədir. Belə bir salonu var, səliqəli qara salon, dəri. Monitor, ötürücülər qutusu. Səliqəli avtomobildir. Qiymət 39.900 manat deyilir. Start qiymət. Kia K5 2021-ci il. Tam ötürücü. 1.6 turbo GDI motor. 133.000 kilometrdir avtomobilin yürüyüşü. Arxa hissəsini də göstərim sizə. Panoramik lyuk. Dam. Arxa hissəsi qara salon. Buyurun, baxın. Belə bir salonu var, səliqəli salonu. Funksiyalar hamısı aktivdir.
Qiymət 32 min manat deyilir start qiymət. Chevrolet Equinox 2019-cu il 1.5 turbo mühərriklə təsis olunub avtomobil. Amerika modelidir, Amerikanka. 167 min kilometr yürüyüşü var avtomobilin. Qara rəngdədir avtomobil. Təkərləri normal vəziyyətdədir. Salonuna baxaq. Keyless var. Qara salonu var avtomobilin. Səliqəli salon. Bütün funksiyaları aktivdə işləyir. Əlavə olaraq qeyd edim ki, avtomobillərdə çıxan hər hansı bir problem olsa, yəni məsələn yoxlatdırmağa apardınız. Hər biri sahibi tərəfindən avtomobillərin qarşılanacaq. Yəni o cəhətdən heç bir problem yoxdur. Əgər istəsəz, kredit şərtləri ilə də çəkdiyim avtomobilləri ala bilərsiniz. Əlaqə nömrələri qeyd edəcəm. Bəyəndiyiniz avtomobil üçün əlaqə saxlaya bilərsiniz. Allah arzusunda olan hər bir kəsə istədiyi avtomobili qismət etsin. Mercedes EQB 2023-cü il tam elektrikli avtomobil və tam ötürücüdür. Bir şarja 500 km məsafə gedə bilir. Avtomobilin yürüyüşü cəmi 24 min kilometrdir. 2023-cü ildə avtomobil. Tanış edeyim sizə gövdəsi ilə. Dam hissəsi. Salona baxaq. Qara salonu var avtomobilin. Buyurun baxın. Avtomobildə hər bir şey işlək vəziyyətdə. Demək olar yeni avtomobildir. Yürüyüşü çox azdır. Qapılarında memori paketləri, isidicisi, soyuducusu, oturacaqların hər bir şey var. Modeli göstərim sizə. EQB 300. Qiymət 65 min manat deyilir avtomobilə. 65 min azayın. Chevrolet Trax 2019-cu il qara rəngdə. Avtomobil 1.4 benzinli turbo mühərriklə təsis olunub. Avtomobilin yürüyüşü 174 min kilometrdir. Qara salonu var avtomobilin. İlk öncə gövdə ilə sizə tanış edeyim. Trax, tam ötürücü. LT. Dam hissəsi belədir. Səliqəli avtomobildir. Salonu isə belədir. Qara salonu var. Yenə də qeyd edirəm, istədiyiniz avtomobili kredit şərtləri ilə əldə edə bilərsiniz. Bu video reklam xarakterli deyil. Sadəcə məlumatları verirəm sizə. Əgər uyğundursa, istədiyiniz avtomobili ala bilərsiniz. Aşağı büdcəylə. Avtomobilin qiyməti 20 min manat, 20 min azayın deyilir. Start qiymətidir. Təkərləri normal vəziyyətdədir. Yəni şporu var, yaxşıdır. Hyundai Tucson 2022-ci ildə avtomobil, 1.6 motor hibrid. Avtomobil sinifinin full variantıdır. Yürüyüş cəmi 37 min kilometrdir. Ağ rəngdədir, qara salonla. İlk öncə gövdə ilə sizə tanış edeyim. Buyurun, baxın. Hibrid. Damı belə. Digər hissəsinə baxaq avtomobilin. Yenə də vurğulayıram, avtomobil sinifinin ən full variantıdır. Hyundai Tucson. Təkərləri yaxşıdır. Səliqəli bir avtomobildir. Ümumiyyətlə, çəkib göstərdiyim hər bir avtomobillər səliqəlidir. Özüm baxıram, ilk öncə sonra sizə təqdim edirəm. Səliqəsiz avtomobili heç vaxt sizə göstərmərəm. Avtomobilin salonu belədir. Kombinasiyadır. Qara və açıq rənglərlə. Parçadır. Bu hissəsi isə dəridir. Belə bir salondur. Səliqəli paneli var. Baxın. Əlavə funksiyalarını göstərim sizə. Avtomobil hibriddir. Qiymət isə 43 min manat deyilir.
Daha bir büdcə dostu avtomobillərdən Honda Insight 2018-ci il. Avtomobilin 133 min kilometr yürüyüşü var. Səliqəli bir avtomobildir. 1.5 hibrid motordur. Gövdə ilə sizi tanış edeyim. Buyurun baxın. Hibrid. Avtomobil ön çəkəndir. Dam hissəsi belə. Salona baxaq. Dəri parça kombinasiyadır salon açıq rəngdə. Qara rənglərdən də istifadə olunub salonda. Bir göstərim sizə. Kokpiti avtomobilin interyer və eksteryer çox səliqəlidir avtomobildə. Bir də qeyd edirəm ki, avtomobil büdcə dostu avtomobildir. Yəni çox ekonom bir maşındır. Ondan da motorları çox dözümlü olur. Bizim ölkədə son vaxtı məşhurluq qazanıb bu modellər əsasən. Çox dözümlü modellərdir. Ümumiyyətlə Honda dözümlü markadır. Avtomobilin qiyməti 24.800 manat deyilir. Start qiymət. 2018-ci ildir. Toyota Camry 2018-ci il 156 min kilometrdə avtomobilin yürüyüşü. Belə göstərim sizə avtomobili. 2.5 benzin motordur. Sadə benzin. Təkərləri yaxşı vəziyyətdədir. Gövdə ilə ilk öncə sizi tanış edeyim. Buyurun baxın. Tamam. Lük yoxdur. Salonuna baxaq avtomobilin. Qara parça salondur. Qapı yerləri plastik və biraz dəri. İnteryerə baxaq. Səliqəli bir avtomobildir. Digər tərəfdən də baxaq. Funksiyalarına da baxın. Auto hold var. Avtomobilin start qiyməti 34.000 AZN. 34.000 manat. Mercedes W212 Kuza Y-Class. Y200 modeldir. 2 sadə benzin. Avtomobilin yürüyüşü 208 min kilometrdir. Avtomobil 2009-cu ildir. Bir daha vurğulayım. Gövdəsini ilk öncə göstərim sizə. Panoramik lüklə təchiz olunub avtomobil. Gövdəsi çox səliqəlidir. Yəni, baxmayaraq ki, 2009-cu ilin avtomobildir. Çox səliqəli bir vəziyyətdədir. Təkərləri yaxşıdır. Diskləri tərtəmiz. Belə baxaq. Bir daha. Salona keçək. Mercedes həmişə salon tərəfdən çox gözəl olub. Bu modelləri mən çox bəyənirəm. W212 Kuzaları. Çox gözəl avtomobillərdir. Qara salonlu dəri. Dəri ortası parça kombinasiya ilə. Baxın belə. Tam dəqiq göstərim sizə. 2 sadə motordur, bir daha vurğulayım. Avtomobilin deyiliş qiyməti 22.000 manatdır. SUV həvəskarları üçün ML350 modeli Mercedes. 2009-cu ildə avtomobil. Səliqəli bir avtomobildir. Yürüyüşü 223 min kilometrdir. Qeyd edeyim ki, avtomobil Amerikankadır. Gövdə hissəsinə ilk öncə baxaq. Dörtmatikli avtomobil. Dam hissəsi.
Təkərləri yaxşı vəziyyətdədir. Diskləri yaxşıdır rəngi. Amma ümumiyyətlə avtomobilin kosmetik işə ehtiyacı yoxdur. Çox səliqəli bir avtomobildir. ML 350 buyurun baxın. Keçək avtomobilimizin salonu ilə də tanış olaq. Teleskop var. Açarsı daxil olma. Memory silinkalarda. Yəni oturucularda. Amerikanka sürətlər paneli, göstərgələr paneli. Qara salonda avtomobil. Qara salon. Damı belədir. Çox səliqəli avtomobildir. Arxa hissədə də pərdələr var qapılarda. Baxın. Əlavə olaraq arxa monitorlarda var və işləyir. Avtomobilin start qiyməti 22.500 manatdır. Genesis GV70 modeli. Avtomobil tam olaraq elektromobildir. 2024-cü ildə avtomobil cəmi 300 km yürüyüşü var. Yəni təzə bir avtomobildir. Maraqlı bir rəngi var. Göstərim sizə. Dam hissəsini göstərim. Disk təkər, yəni tam olaraq yeni bir avtomobildir. Onu təkrar vurğulamıram. Baxın. Salonu ilə tanış olaq avtomobilin. Premium klassda tam elektromobildir. Bir şarjla 500 km gedir avtomobil. Qara salonu var. $72.500 manata deyilir avtomobilin start qiyməti. Maraqlı bir Y-Class var. Plug-in hibrid dizelli avtomobil Y-Class. 54.000 km avtomobilin yürüyüşü var. 2021-ci ildir. Belə maraqlı disklər var avtomobil. Çox gözəl bir avtomobildir. Y300DE dizel hibrid plug-in hibrid. Yəni maksimum ekonom bir avtomobildir. Həm performanslıdır, həm də ekonom bir avtomobildir. Salonuna baxaq. Çox gözəldir salonu. Sükanı əsasən çox bəyənirəm mən bu sükanları. Həm sportivdir, həm klassikdir. Orta panel, konsol. Qırılan oturacaqlar, yəni belə. El dili ilə desək. Belə fərqli bir dizayn. Burmester səs sistemi. Arxa səsinə də baxaq. Çox gözəl bir avtomobildir. Panoramik dam. Avtomobilin start qiyməti 80.000 manatdır. Deməli dostlar, bugünkü videomuz belə idi. Salondan qiymətləri çəkib sizə göstərdim. Fərqli modellər çəkdim, həm büdcə dostu, həm də premium klass avtomobillər. Əgər belə videoları bəyənirsinizsə kanalımıza abunə olub bu videoya like atmağı unutmayın. Və unutmayın ki, bizim kanalımız təkcə bazar videolarına aid bir kanal deyil. Ümumiyyətlə avtomobil sferasına aid hər bir video bizim kanalda tapa bilərsiniz. Əlavə olaraq hansı mövzuları görmək istəyirsinizsə şərh bölməsində bizlərə yazın.